Esselamu aleykum. Bu gün sizinlə vəsləli həmzə qaydasını paylaşacağım. Bir çox tələbələr bu qaydanı qarışdırır və çətinlik çəkirlər. Biz vəsləni əlifba qaydasında bu formada öyrəndik ki, dedik vəslə hərflərin belə deyək, ortasında gəlir. Yəni özü belə deyim, özündən qabaqki hərflə özündən sonrakı hərfi bir-birinə birləşdirir, amma özü oxunmur. Misal olaraq biz bu formasını öyrənmişdik. Məsələn, bismi. Burada biz deməli əlifi oxumuruq. Yəni artıq burada əlif səslənmir və özündən qabaqki hərflə özündən sonrakı hərfi bir-birinə birləşdirir. Biz bunu bu formada öyrənmişik. Amma təcvid elmi qaydasında isə bunun başqa bir belə deyim, qaydaları var. Bu günləri biz sizinlə o qaydaları öyrənəcəyik. Deməli, əgər bu vəslə, yəni bizim bildiyimiz birləşdirici vəslə sözün əvvəlində gələrsə, biz bu zaman bu birləşdiriciyə bəzi elə bil ki, hərəkələr artıq veririk. Bu dərsimizdə onu öyrənirik. Misal olaraq, əgər bu vəslə cümlənin əvvəlində gəldisə, özündən sonra sükunlu hərf gəlməlidir və yaxud da şəddəli hərf gələcək təbii ki. Çünki biz bilirik də şəddəli hərfdə gələndə birinci sükunluyuruq hərfi. Bu zaman biz nə edirik? Bu vəslədən sonraki üçüncü hərfə baxırıq. Yəni, bu vəsləyə daxil olmaqla üçüncü hərfə baxırıq. Burada birinci hərf, deməli, vəslə oldu. Birinci hərfimiz vəslədir. İkinci hərfimiz isə sükunlu zəl hərfidir. Üçüncü hərfimiz isə fəthədir. Deməli, fəthə. Biz bu zaman nə edirik? Üçüncü hərfin hərəkəsi fəthə olduğuna görə biz artıq burada birləşdiriciyə ə səsi yox, i səsi veririk. Çünki qayda bizdə onu tələb edir ki, əgər birinci, belə deyib, vəslə gəlirsə, vəslədən sonra üçüncü hərfə baxırıq. Üçüncü hərfin hərəkəsi fəthə və yaxud da dammə, daha doğrusu fəthə və yaxud da kəsrə olsa, biz bu zaman buradakı birləşdiriciyə artıq i səsini veririk. Yəni, artıq burada biz izhəb bu formada oxuyuruq. İzhəb. Əgər üçüncü qaydamızda fikir verin burada. Yəni, ikinci şəkildə artıq, burada gördüyünüz ikinci şəkildə. Əgər hərəkəsi kəsrə olsa, yəni fəthə olduğu kimi burada i səsi verdiysə, kəsrə də olanda yenə də bu birləşdiriciyə i səs veririk. Amma dammə olsa artıq, dammədə u səsi veririk. Buna diqqət edin. Yəni, artıq burada birinci izhəb, ikinci idrib, üçüncü uscud bu formada oxundu. Çünki artıq biz vəsliyə i səsi verdik və yaxud da u səsi verdik. Amma burada şəddə var. Yəni, gördüyünüz kimi birləşdiriciden sonra şəddə gəlir. Bu zaman biz bu şəddəni yenə aydınlığın bax bu qaydada verir burada. Yəni, şəddələyəndə birinci hərfi sükunluyuruq, sonra isə hərəkəli hərf götürürük də biz buna. Burada da üçüncü hərfdə yenə yəni tə hərfi fəthədə gəldiyinə görə biz bu zaman yenə də buradakı birləşdiriciyə i səs veririk. Sonra bunu davam edək. Başqa bir qaydası var. Misallarda da var burada. Baxın, Bismillahirrahmanirrahim. Burada gördüyünüz kimi i səsi var artıq. Yəni, artıq çünki nəyə görə i səsi verdi? Burada üçüncü hərfimiz fəthədə olduğuna görə və yaxud da baxın, burada kəsralı bir hərf olur. Yəni, burada da i səsi veririk. İdbə deyirik. Burada da i səsi veririk. İrci deyirik bu formada. Yəni, bunlara diqqət edin inşallah. Sonra bunun başqa bir qaydası var, onu da izah edeyim. Biz dedik ki, əgər birləşdirici gəldisə, özündən sonraki hərfə yox, yəni üçüncü hərfə baxırıq. Bu zaman biz ya i səsi veririk, ya da u səsi veririk hərəkəsinə görə. İndi burada belə bir qayda gəlir qarşımıza. Əgər bu birləşdiricini gördüksə, cümlənin əvvəlində, bu zaman nə edirik? Əgər ikinci hərfimiz, yəni birinci bildikdə vəslədir. Bu aydındır. Birinci vəslədir. İkinci hərfimiz əgər ləm hərfi olsa, biz bu zaman fərqi yoxdur. Ləmin üstündə hərəkə var və yaxud da yoxdur. Bu zaman biz buradakı birləşdirici, yəni vəslə qaydamıza həmişə əl səsi veririk. Yəni, əl səsi veriləcək artıq. Məsələn, bax, burada bu misaldan götürək. Məsələn, əlləzi. Gördüyünüz kimi artıq burada biz birləşdiriciyə əl səsi veririk. Və yaxud da baxın burada əlləti, artıq burada gördüyünüz kimi yenə də yəni birləşdirici vəsləmizə, yəni bu artıq əl səsi veririk. Çünki özündən sonra ləm hərfi gəlib.
Bu da yəqin ki, hər biriniz üçün aydın oldu. Sonra burada belə bir qaydamız var. Əgər tənvinlərdən sonra diqqətli olun. Əgər tənvin gördüksə, bu tənvinlərdən sonra bizə birləşdirici verilirsə, yəni vəslə verilirsə, biz bu zaman həmişə bu səsə, yəni birləşdiriciyə i səsi verəcəyik. Məsələn, xayran, artıq xayran ilva, artıq bu formada olur. Xayranil, artıq xayranil bu formada deyirik. Yəni, burada in səsini deyirik, daha doğrusu ən səsini deyirik. Burada əstəğfurullah, ra hərfinin üstündədir. Artıq biz bunu oxuyanda ran, bu r-a-n səsini deyirik. Yəni, burada artıq nə-nı gizlətmirik və yaxud da ki, deməməzlik etmirik və yaxud da ki, necə deyim, başqa bir qaydaya keçmirik. Sadəcə bunu yadda saxlayın ki, əgər tənvin gördüksə, fərqi yoxdur. Tənvin fəthə, tənvin kəsra, tənvin dammə fərqi yoxdur. Bunları gördüksə, biz bu zaman həmişə bu birləşdiriciyə təbii ki, i səsini verəcəyik. Burada da yazım. Məsələn, fiskun, yəni artıq görün, orada qun səsini verdi. Fiskun il yevmə. Fiskunul yevmə. Aydındır yəqin ki, hər biriniz üçün.